Maraqlıdır ki, ikinci hissənin ortalarından başlayaraq, bilmirəm bu birinci hissədə daha çox güc sərf etmələri ilə əlaqəli idi yoxsa yox, getdikcə Turan Tovuz yavaş-yavaş yoruldu. Hiss olunurdu ki, komandada yorğunluq var və Qarabağ təzyiqi biraz da artırdı getdikcə və dalbadal 2 gol vurdu. Mən sizə deyim ki, hətta əlavə bir 5-3 dəqiqə olsaydı, bəlkə də Qarabağ daha bir gol vura bilərdi. Yəni artıq maçın sonunda, hətta bir neçə dəqiqə qalmış artıq tribunalarda boşalmağa başladı, tamaşaçılar stadionu tərk edirdilər. Qarabağ, yəni Turanın gücü artıq tükənmişdi. Maçın sonluğu bunu açıq-aşkar göstərirdi. Qarabağ bu qələbə sayəsində çempionluğa daha da yaxınlaşdı. Sadəcə olaraq bu oyunda, məhz bu oyunda Qarabağ, yenə deyirəm, rəqibinə çox ciddi yanaşdı və revanş ala bildi, layiqli qələbə qazandı. Və bu layiqli qələbədən sonra Qarabağ artıq rəsmi olaraq Avrokuboklara vəsiqəni təmin elədi. Amma buna baxmayaraq düşünürəm ki, Qarabağ heyətinə ciddi şəkildə əl gəzdirməlidir. İstər qapçı mövqeyi, istər müdafiəçi mövqeyi və istərsə də hücum xəttində mütləq yeni futbolçular lazımdır, güclənməlidir. Nə Koxalski, nə Buntiç, nə Şahrüddin ümidləri doğrultmurlar. Yaxşı qollar buldurar. Amma Turan Tovuz ilə oyun ölçü ola bilməz. Beləliklə, Qarabağın bu mövsümdə məğlub edə bilmədiyi komanda qalmadı. Bir Tovuzu məğlub edə bilmirdi və bu oyunda Turana da qalib gəldi. Turan üçlüyə düşmək hədəflərindən uzaqlaşır. Araz nə qədər xal itirsə də Turan o şanslardan istifadə edə bilmir. Turan Tovuz 4-cü pillədə qaldı və bu dəfə özü sabaha ona çatmaq imkanı verdi. Düzdür, sabah da bu hədiyyələrdən heç cür istifadə edə bilmir və heçəşələr seriyasını davam etdirir.